Salam hər kəsi, həm sizi, həm də deməli fikri, zikri şəhidlər bağında olan insanların hamısının şəhidlər bağından salamlayıram. Allah hər bir oğula, vətən üçün ürəyə döyünən hər bir kəsə Allah Teala'dan can sağlar. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizi sıramıza götürsün. Azərbaycan ordusunun hər bir əsgərinə, onun Ali Baş Komandanına Allah sağlıq versin. Biz bu yeri əbəs seçmədik. Bunun da bir səbəbi oldu. 40 günlük müharibə, zəfər qələbəmiz biz kənd cəmaatında hamında bu işə cəlb elədi. Biz də çalışdıq ki, az da olsa, milyonda bir də olsa şəhidlər qarşısında öz borcumuzu yerinə yetirdik. Beləliklə el bir oldu. El bir oldu, hər bir işə qadir oldu. Dəstənin qeyrətli oğulları, vətənsevər oğulları, bunlar hamısı dəstə üçün, el üçün əlindən gələni elədilər. Rayon rəhbərliyinin dəstəyi, Respublika rəhbərinin dəstəyi əlbəttə öz yerində, amma uşaqlar gecələrin gündüzə, bəlkə də evlərinə pul yollamadı. Onlar şəhid adı olan yerdə az da olsa hər şey öz köməyini göstərdilər. Bu bağ bilirsiniz, elə belə əmələ gəlmir. Bu bağda hər bir dəstənin zəhməti var. Allah elimizi obamıza can sağlığı versin. Biz inanın ki, bəlkə də bu qədər inanmazdıq, amma hər şey öz yerini tutdu, öz bəhrəsini verdi. Başda Frank olmağına, bir adlarını saymıram, çünki ona görə ki, kiminsə adı yadımdan çıxar, məni üzrlü hesab eləsin. Sonra Hacı Latifin uşaqları, Kərbəla Əsgər, Kərbəla Nurlan, görürsünüz, gözəl bir besidqa var. Qazimiz orada uyuyor. Allah ona rəhmət eləsin, qəni. Hamı bilir ki, o Azərbaycanın nələr edirdi. O da Fərhad qardaşımın dəstəyi ilə əmələ gəldi və şəxsi vəsait hesabına bu işləri gördü. Uşaq şəhərciyi bu günlərdə deməli Respublika rəhbərliyi gəldi. Mini stadionun yerini ölçdülər. Türkiyənin konsulu da gəlmişdi. Onun özü baxdı, nəzarət elədi, öz məsləhətlərini, tövsiyələrini verdi. İnşallah hər şey gözəl olacaq. Biz bu ərəfədə bu dəqiqə əsrin bəlası sudur. Yenə uşaqlar sağ olsunlar ki, lazımı qədər quyu nasıl vurur ki, deməli susuz qalmasın. Şəhidlər bağı da 4 yerdən su götürür. Ona görə də su cəhətdən buranın problemi yoxdur. Biz Respublika rəhbərliyinin yanında olduq, Su Təsərrüfat Nazirinin yanında olduq, rayon rəhbərliyinin yanında olduq. Yəni onların köməyi olmadan bu işlər bir çətindir. Sağ olsunlar, dəstək verdilər və dedilər ki, lazım olan köməkliyi biz eləyəcəyik. Bizim kəndində qeyrətli oğulları özləri deyir. Əgər bu iş balansa da alınsa, heç bir problem kənd üçün olmayacaq. Elə bəri başdan hər bir oğula, kimliyindən asılı olmayaraq, kimin adı yadımdan çıxıbsa üzrlü saysın. Hər birinin zəhməti var. Dəstə sizinlə fəxr eləyir. Çünki tək özü üçün yaşamısınız. Dəstənin bütün həyatı sizə bağlıdır. Və siz də bura qayıdanda rahat bir nəfəs alıb öz zəhmətinizin bəhrəsini görəcəksiniz. Dünən bilirsiniz ki, Mübariz İbrahimovun anım günü idi. Allah ona qəni rəhmət eləsin. O tək milli qəhrəman yox, o bir simvol oldu. Azərbaycanın elə bir ki, qeyrət simvol oldu və hər kəs ona baxıb ibrətlər gördü. Mənə də Allah Teala bu yaşımda qismət elədi. Elə Mübarizən də, Polat Həşimovun da, o bir şəhidlərin də hamısı məzarlarını ziyarət elədi. Və özümü xoşbəxt sandım ki, düzdür, heç kəsin ölməyən adam istəməz, ancaq bu kəndin şəhid balaları var. Bu balalar bizə yaşamaq haqqı verib, qürur verib. Bizim də el-obada danışmaq haqqımız var. Allah onlara qəni rəhmət eləsin, ailələrinə səbri versin. Yenə deyirəm, şəhidlər bağı günü-gündən gözəlləşir. Elə bir mənzəri yaranıb ki, hər gələn bir baxıb ləzzət alır. Bu günlərdə Respublika rayon rəhbərindən gəlmişlər. Elə belə sual verdim. Dedi ki, Novruz ki, bəlkə də Respublikada ən üz ağırdan yer şəhidlər bağıdır. Şəhidlər bağına hər yerdən qonaqlar gəlir, turist gələnlər də gəlir, az da olsa, çox da olsa. Amma hər kəsin ucu deməli qəlbindədir. Naxçıvan aeroportuna düşən hər kəsə təklif olunur şəhidlər bağına gəlmək. Burada ki, xüsusi insanlar var. Məsələn, Nazim, Allah ömrünü uzun eləsin. İnsan bu qədər, inansa, bəlkə öz işi də yaddan çıxıbdır.
şəhidlər bağı haqqında fikirləşir. Harda cüzi bir işıq varsa, o işığı da bu tərəfə yönəldir və öz zəhmətin əsirgəmir. Burada Ağabala buranın bağbanıdır. Dövlət tərəfindən ücret təmin olunubdur hər şeyin işinə. İnanırsınız, hər səhər gəlirəm, axşam gəlirəm. O da sağ olsun burada. Təmizləndi, hər şey gözəlləşdi, düzəldi. Bir bizim yollar, ondakı keçən il rəhbər yanında olmuşuq. O gün də gəlmişdilər, söz verdilər ki, deməli 25-ci ildə bu bir işlər görüləcək. Sizə dedi, söz verdik ki, 26-cı ildə kəndin hər tərəfi asfaltlanacaq. Gəlib gedən qonaqlar da deməli lap rahat olacaqdır. Belə, bağ günü-gündə öz gözəlliyini sizin hesabınızda, sayənizdə, uşaqlarınızdan da öz gözəlliyini alır. Mini stadion yaxın günlərdə, bir də Uşaq şəhərdə yaxın günlərdə deyilənlərə görə öz həllini tapmalıdır. Mənə nə qaldı? Mənə nə qaldı ki, el adından, mənə qaldı el adından, Dəstək kənd cəmaatı adından, Obası adından. Qardaşım, sənə də, sizə hamıza sağ olun ki, bir dəyərli vaxtınızı belə istiqamda ayırıb gəlirsiniz. Əgər dəstənin hər hansı bir bucağında çatışan, çatışmayan şeyləri lentə alırsa, eldə ovada görürlərsə, bu sizin zəhmətinizdir. Allah zəhmətinizi itirməsin. Sağ olun deyim, var olun deyim. Qalan şeyləri də elə obaya demişəm, uşaqlara demişəm, məhəlləyə demişəm. İnşallah hər şey öz yerini tapacaq. İnanın, biraz səbri lazımdır. Bununla da hər şey öz yerini tapacaq.